Ya Rəbb, yeri göyü yaradan atamız, müqəddəs əziz atamız, sənə yaxınlaşırıq ata, sənin huzurun altına gəlirik ya Rəbb. İzzətini ata tök üzərimizə, qoy o müqəddəs ruhundan, o güclə dolaq ki ata, sənin qarşında ata, ya Rəbb dolğunlaşaq, ruhla dolaq ki ata, bu dua saatımız, dua dəqiqələrimiz sənin ata, ya Rəbb yönləndirmənlə keçsin deyə dua edirəm. İsa Məsihin ismi ilə. Ata sən gətir bizim gözümüzün qarşısına. Kim lazımdırsa, kimə dua lazımdırsa, kimin ağrıları, çətinlikləri, sıxıntıları varsa, ya Rəbb, kim ata, ya Rəbb səndə yaşamını qurmaq istəyirsə, ya Rəbb, o insanlar qoy bizim gözümüz qarşısında olsun və müqəddəs ruhun idarəsi ilə o insanları ata, sənin qarşında ata, dua edib ata, onların yönlənməsini təmin edə bilək sənin sayəndə, sənin ismində, sənin adında. Əlivi uzat ya Rəbb, mərhəmətli, məhəbbətli əlin ata, qoy bizim üzərimizdə olsun ata. Necə ki Musanı idarə edirdin ya Rəbb, onun yönlənməsini təmin edirdin ya Rəbb. Eləcə də sən toxun ki ata, qoy bizim ata, hər bir vəziyyətimiz sənin müqəddəs ruhunun altında hərəkət etsin. Ya Rəbb, o qırmızı dənizi iki yerə böləndə, Musa vasitəsilə ya Rəbb, sən bir qab kimi onu istifadə elədin ya Rəbb. O dənizdən xalqını keçirtmək üçün ya Rəbb. Ya Rəbb, əmirlərinlə Musanı idarə etdin ya Rəbb. Ya Rəbb, sən şükür olsun, sən izzət olsun. Biz də ata eyni şəkildə bu dünyadayıq ya Rəbb. Yönlənməmiz səndən olursa ata, hər bir şeydə ata, ya Rəbb, uğurlar altında gəzə bilirik ya Rəbb. Səndən istəyib, səndən diləyirəm ya Rəbb. Dua edirəm ata, bütün bacı qardaşlarım üçün ata. Qoy onlar istifadə olunan bir qab olsunlar ya Rəbb. Sənin qanını bəyan edirəm. Hər bir bacı qardaşımın üzərinə bəyan edirəm ata. Biz kimlərə sata müjdə veririk, ya Rəbb, sənin sözünü çatdırırıq. Ya Rəbb, qoy o yerdə tökülən toxumların hamısı sənin tərəfindən bəhər versin ya Rəbb. Biz ata, toxumu tökürük, sulayan da onu böyüdən də sənsən ya Rəbb. Böyüt ki ya Rəbb, sənin səltənətin ata, dolsun ata, aşıb daşsın. Qoy sənin səltənətində daimi ata, daimi bəhər olsun ya Rəbb. Sən qadirsən ata, tökdüyümüz toxumları bəhər etməyə, böyütməyə sən qadirsən ya Rəbb. Hər bir kəsin həyatına sənin əlin toxunsun. O əlin ki ata, bütün ata, qaranlıqları yox etsin. Sənin toxunuşun ata, qoy daimi insanları sənə gətirsin. Onlar həqiqətdə ata, bəlkə də unudurlar sənə gəlməyi ya Rəbb. Sənin dizinin dibində durmağı. Necə ki Matta və Məryəm kimi ya Rəbb. Onların biri sənin dizinin dibində oturmuşdu. Biri isə hansı ki qayğılarda yaşayırdı. Bunu necə edəcəm, onu necə edəcəm? Mən bu işləri çatdıracam, yoxsa çatdırmayacam? Hasan ki ata, sənin dizinin dibində oturanda, ya Rəbb, biz tamamilə qayğılardan azad oluruq. Sənin sözün, hikmətin, vəhyin bizi tamamilə dəyişdirir. Biz artıq qayğılarda deyil, sənin ata, yol, həyat, həqiqət deyən atanın yollarında yürüməyə başlayırıq. Sənə şükür olsun, sənə izzət olsun ya Rəbb. Bizi ata, düzgün ata, təlimində apardığın üçün. Sənə şükürlər olsun, sənə izzət olsun ya Rəbb. Səni xeyirdan ata, axın-axın, ürəkləri, qəlbləri, klapanları açsın ya Rəbb. Ürəyin gözləri açılsın ata, necə ki Efeslərdə. O dua ki var ya Rəbb, o dua qoy bütün ürəklərin gözlərini tamamilə açsın və hər şey sənin iradən, istəyin altına keçsin və yenilənmə olsun ürəklərdə, qəlblərdə. Ya Rəbb, mümkün olmayan bir şey yox ki ya Rəbb. Ya Rəbb, biz insan kimi düşünməyək, biz insan kimi hərəkət etməyək, biz ruhaniyik artıq. Qoy ruhani kimi həyatımızı gündən günə ata, sənin ata, qoyduğun qayda qanunlarda inkişaf etdirə bilək ata. Ya Rəbb, əsarətin, o buxovundan, zincirindən azad olunmağımızı tam dərk edək. Özümüzü təzədən cismaniliyə atmayaq deyə sənə dua edirəm. Sən qadirsən ya Rəbb, bizi düzəltməyə, əyriliklərimizi götürməyə, dilimizi, ağzımızı tamamilə məhz etməyə. Qoy dilimiz, ağzımız ancaq səni iqrar etsin. Sənin kəlamın heç vaxt
bizim ağzımızdan, dilimizdən düşməsin, ya Rəbb. Ağzımızı açanda o kəlam hər bir yerə tökülsün ki, hər yerdə o bəhəri görə bilək, hər yerdə o ışığı görə bilək. İsa'nın ismi ilə. Sən göylərin ata, qapılarını astın ata və göylərdən yer üzünə indin ata. Bizi sevdiyinə, seçdiyinə görə, bizə hörmət etdiyinə görə, bizi layiq bildiyinə görə ata, bu bizim şikayətimiz deyildi. Bu sənin bizə verdiyin bir hədiyyə, bir ərmağan idi, ya Rəbb. Ya Rəbb, sən şükür olsun, sən izzət olsun ata. Sənin qarşındayıq ata, sənin huzurundayıq ata. Kimə nə lazımsa ata, qoy hər bir kəs ata, qoy sənin ata verdiyin o xeyirdanı götürə bilsin. Qoy ata içi daxili təmizlənsin. Ya Rəbb, sən dedin, ləkəsiz olun. Salih olun, müqəddəs olun. Çünki sən müqəddəssən. Ata, qoy burada olan hər bir kəs, dinləyən, qulaq asan hər bir kəs, qoy ruhun gücü ilə, qüdrəti ilə dolsun. Və qulaqlar açılsın. Gözlər açılsın, ya Rəbb. O gözlər ki, ata, bu günə qədər bəlkə də bir şeyləri hələ də səndə anlamadı. Və bu gün o gündür ki, qoy artıq hər bir kəs ata tamamilə əsarətdən azad olsun. Ya Rəbb, dünyanın zövqündən, hər bir işvəsindən, nazından azad olsun. Dünyanın o çirkabında batmasınlar, ya Rəbb. O çirkab onları dərinliyə apara bilməsin. Ruhun gücü, ruhun qüdrəti axsın hər bir ürəyə, hər bir qəlbə, hər bir bədənə, daxilə. Daxili və xarici üzvlər sənin ruhundan güc alsın, şəfalansın. Sənin qüdrətin, izzətin altında yaşamağı öyrənsinlər. Nə olursa olsun, heç bir qayğı onlarda yüklənməsin, ya Rəbb. O qayğıları gətirib sənə verən övladlar olsunlar deyə dua edirəm. Ya Rəbb, şükranlar gəlsin sənə, ya Rəbb. O şükranlar ki, onları sən bizə ata. Ya Rəbb, göstərdin və dedin, bizi o ruhda böyütməyi öyrətdin, ya Rəbb. Sənin ata, xeyirdan altında yaşamağı sən bizə öyrətdin, ya Rəbb. Və səni uzatmağı öyrətdin ki, bu ata sənə şükranlar gətirir, ya Rəbb. Sənə şükür olsun, sənə izzət olsun, ya Rəbb. Yaradanımıza izzət və alqış olsun. Hər şeyə qadir olanımıza izzət və alqış olsun, ya Rəbb. Qoy ata, qışın soyuğu heç bir vaxt evlərə girə bilməsin, ürəklərə girə bilməsin. Qoy sənin istiliyin hər bir bədəni, hər bir evi doldursun. Müqəddəs ruhdan gələn o istilik hər bir bədəni, hər bir evi tamamilə bərpa eləsin. Hikmət və vəhy ruhu üçün dua edirəm. Qoy hər bir kəsdə o ruh tamamilə bərpa olunsun. Hər zaman, hər vəziyyət üçün vəhy ala bilsinlər. Hikmətlə dola bilsinlər. Qoy valideynlər öz övladlarına münasibətdə düzgün şəkildə hərəkət etsinlər. Qoy hər bir kəs ata sənin sözünün hikmətinin altına girsin. O valideynlər ki, ata, öz övladlarını ata, nə dərəcədə ata böyük olsalar da, bir ailə başçısı olsalar da, hələ də uşaq kimi görürlər. Onları danlaya bilirlər. Onlara düzgün yol göstərmirlər. Çünki onlar dünyadadır, ya Rəbb. Onlar səni tanımır. Ya Rəbb, sənin qarşıva gətiririk o valideynləri. Sənin əllərinə veririk, ya Rəbb. Sən onları dəyiş. Sən onları dəyiş, ata. Xilasının dəbilqəsini onlara geyindir. O xilasın ki, onları dəyişdirsin. Onların həyatlarına sənin gücün, qüdrətin elə tökülsün ki, onlar sənin hikmətini, vəhyini ürəklərində, içlərində, daxillərində hiss etsinlər, duysunlar. Öz övladları ilə davranmaqda düzgün ata, idarə edə bilsinlər, ya Rəbb. Dillərini, ağızlarını. Qoy sənin məhəbbətin, sevgin onları dəyişdirsin, ya Rəbb. Hər bir bacı qardaşımın valideyni qoy sənin tərəfindən ata. Sənin möhürünlə möhürlənsin. Sənin sözün, hikmətin axsın ürəklərinə. Qoy onlar ata yatdıqları yerdə, gəzdikləri yerdə ata, müqəddəs ruhunun yönləndirməsini üzərlərində hiss etsinlər, duysunlar ata. Onlar qaçmasınlar. Onlar ata sənin sözündən qırağa çıxmasınlar, ya Rəbb. Yunus da qaçırdı, ya Rəbb, ancaq sən onu tərk etmədin. Sən sona qədər, ondan istifadə edənə qədər sən onu müşayiət etdin ata.
Sənin rəhbərliyin onun üzərində idi, ya Rəbb. Qoy Yunus kimi qaçan valideynlər ata. Qoy ata, sənin tərəfindən ata, sənin kırçokuna keçsin deyə dua edirəm. Əlini at ata. At ki o valideynlər ata. Hələ də doğru şəkil öz övladlarına tərbiyə verə bilmirlər. Danışmağı belə bilmirlər. Sevgilərini belə göstərə bilmirlər. Sənin qarşına gətirirəm. Sənin əllərinə verirəm. Hər bir valideyn möhürlənsin səndə, ya Rəbb. Qoy övladlar da öz valideynləri ilə ata, sənin sözündə, hikmətində heç bir şeyi qırmadan, sökmədən, qəzəblənmədən, hirslənmədən, məyus olmadan öz valideynlərinə hörmətlə yanaşsınlar. Ya Rəbb, çünki sən belə öyrətdin öz övladlarına. Öyrətdin ki, hansı ki, birləşəcəklər, ata-analarını buraxacaqlar, ancaq onlara hörmətlə yanaşacaqlar. Qoy bu hörmət daima onlara xeyir-dua gətirsin. İsa'nın ismiyle, İsa'nın diri adıyla. Ya Rəbb, sən qadirsən ata. Valideyn övlad münasibətlərinin gərginliyini ortadan götürməyə sən qadirsən. Hər bir vəziyyətdə ata, qoy hər kəs, istər valideyn, istər övlad, sənin sözünü ata, daimi bayraq kimi əlində tutsun və ondan istifadə etsin. Onun qələbəsini, ruhani gözləri açıq olsun ki, onun gözləri o qələbəni görə bilsin. İsa Məsihin ismiyle. Ata, sən qadirsən. Sən yerə göyə sığmayan xeyirdan var. Minnətdarıq biz sənə ata. Hər bir kəsin ata, bəzəyi ol ata. Onlara ata hansı bəzək lazımdırsa, o bəzəyi onlardan əsirgəmə. Qoy onların surətləri tamamilə sənin bəzəyinlə dolsun, ya Rəbb. Dua edib sənin əllərinə veririk, ya Rəbb. Ər-arvad münasibətlərini sənin qarşıva gətiririk. Qoy hər bir ər öz qadınına düzgün şəkildə ata, ya Rəbb, məhəbbətlə yanaşsın. O məhəbbət ki, onlara xeyir-dua gətirsin. O kişilərə, ya Rəbb, bu qadın da üzərinə düşən ruhani nimətlərdən istifadə etsin və öz ərinə sayğıyla, necə ki Sara İbrahimə yaxınlaşırdı, ona hörmətlə itayət edirdi. Ata, sən qadirsən bütün bu münasibətləri, gərginliyi ortadan götürməyə, sənin ruhun altında onların həyatlarının idarə olunmasını təmin etməyə sən qadirsən. Qoy hər bir kəs ata səninlə ünsiyyət üçün sənin qapını döysün, sənin dizinin dibində otursun və sənin ata otağına girsin ata. Necə ki kəlamda deyilir, gizli otağına gir və göylərdə olan atana dua et. Ya Rəbb, qoy hər bir kəs o gizli otaqda səninlə o gizli görüşünü keçirə bilsin. İsa Məsihin ismiyle sənin ruhun altına girə bilsin. Bizi qələbədən qələbiyə apardığın üçün, bizi ata bütün o dəbilqələrinlə silahlandırdığın üçün, ya Rəbb, sənə şükürlər olsun, sənə izzət olsun ata. İzzət olsun. Qoy hər bir kəs ata sənin qarşında dayansın ki və bir də imtihana düşməsin. Qoy o imtihanlar onlardan uzaq olsun deyə dua edirəm. Sənin ruhunun idarəçiliyi qoy hər bir bacı qardaşımın üzərində bərqərar olsun deyə dua edirəm. Sənin ruhun bulut kimi hər bir dinləyən, qulaq asan, bəli və amin deyən hər bir kəsin üzərində onları rəhbərlik etsin və onları müşayiət etsin ata. Ya Rəbb, sən qadirsən ata. Hər bir kəsi dolğunlaşdırmağa, hikmət və vəhy ruhunla doldurmağa, qarşında görməyə sən qadirsən, ya Rəbb. Hər bir kəsin iş həyatına sən əlini qoy. O iş həyatı ki, qoy onların həyatları, ağır işləri yüngül şəkildə həyata keçsin. Bəlkə burada elə insanlar var ki, ata, ya Rəbb, o ağır işlərdə işləyirlər, ya Rəbb. Sənin ruhun onları idarə eləsin. Sənin rəhbərliyin onların üzərlərində olsun. Sənin müşayiətin onların üzərlərində olsun. Və sənin ruhun onların ağırlıqlarını tamamilə götürsün, yüngül etsin deyə dua edirəm. Ürəklər tamamilə yüklərdən azad olsun. Çiyinlər yüklərdən azad olsun. Beyinlərdə, düşüncələrdə apara bilmədikləri tamamilə ağır qayğılar onlardan tamamilə tökülsün ata və onların həyatlarına azadlıq gəlsin.
Hər bir bacı qardaşımın ailə üzvləri, yaxınları, əzizləri, qoy bu gözəlliyin altında yaşasın. Ya Rəbb, qoy sistemdə olan hər bir kəs ata, Ya Rəbb, o sistemdən deyil, sənin ruhundan qida alsın. Qoy onlara sənin şəfan axsın. O şəfa ki, ata, axın, onların bədənlərinə tökülsün. Ya Rəbb, bədənlər ata, sənin ruhundan ata, güc alsın, deyə dua edirəm ata. Ya Rəbb, qoy insanlar o sistemlərə, o iynələrə, dərmanlara bağlı şəkildə yaşamasınlar. Əlac onda deyil, ya Rəbb. Əlac səndədir, ya Rəbb. Çıxış səndədir, ya Rəbb. Sən öz övladlarını, ya Rəbb, necə ki əsarətdən çıxartdın. Sən o çıxış bölümündə sən bizə göstərirsən, necə ki əsarətdə idilər. Qoy heç bir kəs iynələrin, dərmanların, sistemlərin və yaxud başqa bir şeylərin əsarətində yaşamasın. O əsarətdən çıxış yolu, əlac səndədir, ya Rəbb. O əlacı səndə tapsınlar. İsa Məsihin ismiyle. Xeyir-dua ver bütün yaxınlarımıza, əzizlərimizə, bütün bacı qardaşlarımıza, ailə üzvlərinə. Ya Rəbb, içimizdə keçdiyimiz hansı yaxınımız varsa, o sıxıntıları çəkirlər ata və biz onları sənin qarşına gətiririk. Sənin əllərinə veririk, ya Rəbb. Qoy ata bizim yaxınlarımız, əzizlərimiz xilasın dəbilqəsini geyinsinlər. Hikmət və vəhy ruhu ilə dolsunlar. Qoy onların həyatları sənə bağlı olsun. Qoy onlar ata həqiqətdə bellərinə sənin kəmərini bağlasınlar. Sənin çarığını geyinsinlər. Qoy başlarına sənin dəbilqəni qoysunlar, ya Rəbb. Biz səndən istəyirik ata. Dünyanın hərs mərziyyəlindən, dünyanın aldadıcı ruhlarından azad olsunlar, ya Rəbb. Yaxınlarımız, əzizlərimiz, bacı qardaşlarımız, ailə üzvləri, bütün ata, ailə üzvlərimiz tamamilə azad olsun. Dünyanın hər bir əsarətindən dua edib sənin qarşına gəlirik. Siyasətdən, hər bir düzgün olmayan həyat tərzindən qoy azadlıq gəlsin hər bir ailə üzvümüzə, hər bir yaxınımıza. İsa Məsihin ismiyle sənin qanını bəyan edirəm hər bir evə, hər bir ailəyə, hər bir ürəyə, hər bir yaxınımıza, hər bir əzizimizə bəyan edirəm sənin qanını. O tükənməz, təmənnasız qanın. Qoy hər bir bədəni mühürləsin. Hər bir içə daxilə tökülsün ki, qoy o içlər, ata, sənin təmiz qanın o yerə tökülsün və natəmizlik tamamilə yox olsun o damarlardan, ilikdən, sümükdən, beyindən, düşüncədən və sənin ruhunun gücü, ruhunun qüdrəti onları idarə etsin deyə dua edirəm. İsa Məsihin ismiyle. Qoy sənin o gözəl həyatın hər bir kəsin həyatında bərqərar olsun. İsa'nın ismiyle. İsa Məsihin diri adıyla. Halleluya. Ata, oğul, müqəddəs ruh naminə. Amin, amin, amin.